xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı son məlumata əsasən iyul ayı üzrə müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənişi bugün tam şəkildə həyata keçirilib. Beləliklə, dövlət tərəfindən ayrılan sosial ödənişlər nəzərdə tutulmuş. Qrafikə uyğun olaraq vətəndaşların bank hesablarına köçürülür. Bu ödənişlər müxtəlif kateqoriyalara aid olan vətəndaşları əhatə edir. Buraya sosial müavinət alan şəxslər, təqaüd alanlar, kompensasiya hüququ olan vətəndaşlar, eləcə də ünvanlı dövlət sosial yardımı alan ailələr daxildir. Xatırladaq ki, iyul ayı ərzində pensiya ödənişləri də mərhələli şəkildə həyata keçirilmişdi. İlk mərhələdə iyulun 14-də Bakı şəhərində, Sumqayıt şəhərində, Abşeron rayonunda və Naxçıvan Muxtar Respublikasında yaşayan pensiyaçıların iyul ayına aid pensiyaları ödənilmişdi. Daha sonra isə iyulun 22-sində ölkənin digər şəhər və rayonlarında yaşayan pensiyaçıların, həmçinin güzəştli şərtlərlə pensiya hüququ əldə etmiş şəxslərin iyul ayı üzrə pensiyaları tam şəkildə köçürülmüşdür. Bu gün həyata keçirilən ödənişlərlə birlikdə iyul ayı üzrə nəzərdə tutulan bütün əsas sosial ödəniş prosesinin yekunlaşdığı bildirilir. Bu isə o deməkdir ki, ödəniş qrafikində yer alan bütün vətəndaşlar öz vəsaitlərini artıq bank kartları vasitəsilə əldə edə bilərlər. Əgər siz sosial müavinət, təqaüd, kompensasiya və ya ünvanlı dövlət sosial yardımı alan şəxslərdənsinizsə, bank hesabınızı və ya ödəniş kartınızı yoxlamağınız tövsiyə olunur. Hər hansı gecikmə və ya texniki problem yaranacağı təqdirdə isə xidmət göstərən bank və ya aidiyyəti dövlət qurumu ilə əlaqə saxlaya bilərsiniz. Qeyd edək ki, sosial ödənişlərin vaxtında həyata keçirilməsi minlərlə ailənin aylıq maliyyə planlamasında mühüm rol oynayır. Məhz buna görə də ödəniş qrafikinin əvvəlcədən elan olunması və plana uyğun icra edilməsi vətəndaşlar üçün xüsusi əhəmiyyət daşıyır. Gələcək aylarda sosial ödənişlərin tarifləri açıqlanan kimi onları da operativ şəkildə sizə təqdim edəcək. Rəsmi qurumlar tərəfindən verilən bütün yenilikləri izləyərək ən son məlumatları vaxtında sizə çatdırmağa davam edəcəyik. Ən son sosial xəbərlər, pensiya müavinət və digər dövlət ödənişləri ilə bağlı yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olmağı, videonu bəyənməyi və bildiriş zənginə aktiv etməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirik. Sağ olun, növbəti videolarda görüşənədək izlədiyiniz üçün təşəkkür edirik. Sağ olun, növbəti videolarda görüşənədək.